Salam dostlar. Bugün demək olar ki, hər evdə olan, həm dadlı, həm də faydalı sayılan bir meyvədən danışacağıq. Banandan. Banan enerji verir, vitaminlərlə zəngindir. İdman edənlər tərəfindən çox istifadə olunur. Amma maraqlıdır ki, bu məşhur meyvə hər kəs üçün faydalı deyil. Bəzi insanlar üçün banan ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bəs kimlər bananı ehtiyatla yeməlidir? Hansı hallarda banan təhlükəli ola bilər? İndi birlikdə baxaq. İlk olaraq şəkərli diabetdən əziyyət çəkən insanlardan danışaq. Bananın tərkibində təbii şəkər çoxdur. Xüsusilə tam yetişmiş, qabığında qara ləkələr olan bananlar qan şəkərini sürətlə yüksəldə bilər. Bu isə diabet xəstələri üçün risk yaradır. Həkimlər bildirirlər ki, diabet xəstələri bananı tam qadağan etməsələr də, miqdarına ciddi nəzarət etməlidirlər. Adətən yarım banan və ya kiçik ölçülü banan daha təhlükəsiz hesab olunur. İkinci risk qrupu isə böyrək xəstələridir. Banan kaliumla çox zəngindir. Normal halda kalium orqanizm üçün faydalıdır və ürəyin işləməsinə kömək edir. Amma böyrəklər zəif işlədikdə artıq kalium bədəndən xaric olmur. Nəticədə ürək ritmində pozulmalar, halsızlıq, hətta təhlükəli vəziyyətlər yarana bilər. Buna görə böyrək problemi olan şəxslərə çox banan yemək məsləhət görülmür. Bəzi insanlarda isə banan baş ağrısını artıra bilər. Xüsusilə miqren problemi yaşayan şəxslərdə yetişmiş bananda olan tiramin maddəsi ağrıları gücləndirə bilir. Əgər banan yedikdən sonra tez-tez baş ağrınız başlayırsa, buna diqqət etmək lazımdır. İndi isə allergiyadan danışaq. Az rast gəlinsə də, bəzi insanlarda banana qarşı allergiya olur. Bu zaman ağızda qaşınma, boğazda narahatlıq, dəridə səpkilər və hətta nəfəs almaqda çətinlik yarana bilər. Maraqlıdır ki, lateks allergiyası olan insanlarda banana qarşı da həssaslıq müşahidə edilir. Buna lateks meyvə sindromu deyilir. Banan həzm sistemi üçün də hər zaman uyğun olmaya bilər. Bəzi insanlarda köp, qaz və mədə narahatlığı yaradır. Xüsusilə həssas bağırsaq sindromu olan şəxslər bananı çox yedikdə narahatlıq hiss edə bilirlər. Kiçik uşaqlarda da diqqətli olmaq lazımdır. Banan körpələr üçün faydalı hesab edilsə də, həddindən artıq verildikdə qəbizlik yarada bilər. Buna görə pediatrlar miqdarın normada saxlanmasını tövsiyə edirlər. Bir çox insan isə bananın arıqlamağa mane olduğunu düşünür. Əslində banan tam qadağan deyil. Amma çox miqdarda istifadə edildikdə yüksək kalori və şəkər səbəbindən çəki artımına təsir göstərə bilər. Xüsusilə gecə saatlarında çox banan yemək məsləhət görülmür. Diyetoloqlar bildirirlər ki, sağlam insan üçün gündə 1 və ya 2 banan kifayət edir. Hər şey miqdardan asılıdır. Bəs bananın faydaları nədir? Banan enerji verir, toxluq hissi yaradır, kalium sayəsində əzələləri və ürəyi dəstəkləyir. İdmançılar və aktiv həyat tərzi keçirən insanlar üçün yaxşı enerji mənbəyi sayılır. Eyni zamanda tərkibində B6 vitamini, maqnezium və lif var. Bu maddələr sinir sistemi və həzm üçün faydalıdır. Amma mütəxəssislər xəbərdarlıq edir. Ən faydalı qida belə bəzi insanlar üçün risk yarada bilər. Əgər xroniki xəstəliyiniz varsa və ya banan yedikdən sonra narahatlıq hiss edirsinizsə, həkimlə məsləhətləşmək vacibdir. Siz bananı sevirsinizmi? Gündə neçə banan yeyirsiniz? Fikirlərinizi şərhlərdə yazın. Videonu bəyəndinizsə, like etməyi və kanala abunə olmağı unutmayın. Yeni faydalı videolarda görüşənədək.